Əziz həmvətənlər, böyük sevincisi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Dağlara deyil, çəkməsin birdən, dumanla pərdə, dözmərəm dərdə, dərdə, dərdə. Laçına gedirik. Yolumuz Güləbirtdən başlayır. Laçına yeni nəfəs gəlib. Gördüyünüz kimi artıq Laçında yenidən qurma, bərpa işlərinə start verilib. Qısa bir müddətdən sonra Laçın onu sevən hər kəsi qarşılamağa hazır olacaq. Laçın Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir, rayonu paytaxt Bakıdan 450 kilometr ayırır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu bir şəhər, bir qəsəbə, 125 kənddən ibarətdir. Rayon 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. 80 min nəfər əhalisi olan Laçın düşmənin Qarabağa giriş qapısı idi. Ermənistanla Dağlıq Qarabağ arasında yol bağlantısının olması baxımından rayon strateji əhəmiyyət daşıyırdı. Ona görə də 1992-ci il mayında cərəyan edən proseslər, Bakıda hakimiyyət uğrunda gedən mübarizə, AXC müsavat hakimiyyətinin səriştəsizliyi, ordudakı hərc-mərciliyi sayəsində Şuşadan sonra Laçının işğal edilməsi böyük itkimiz oldu. Əvvəl lazım idi siyasi bir rəhbərliyimiz, güclü bir rəhbərliyimiz. İkinci lazım idi müharibə taktikasını düzüb qoşmaq. Necə deyərlər, müharibə təkmilli ruhla əmələ gəlmir ki, silah, sürsat və təşkilatçılıq. 92-ci ildə əgər biz sırf avtomat döyüşü ilə və yaxud da ki, ən ağır silahımız olan qrantamyot, mina atan silahlarla silahlanmışdırsa, indi bu hamının dünya gözü qarşısındadır ki, Azərbaycan hansı orduya malikdir. O dövrlə bu dövrün müqayisə eləsək, bizim o vaxtda ordumuz yox idi. Ordu var idi, rəhbər yox idi, komandanlıq yox idi. Belə bir Ali Baş Komandanımız, Cənab Prezident kimi bir yumruğun vuran yox idi, orduya bir irəli gedən deyən yox idi, generallar yox idi bizlə döyüşən. Vətən müharibəsində mən iştirak elədim. Belə bir şey var idi. Biz generalla döyüşə girirdik. Sərt qayaları, çətin relyefi olan Laçını döyüşlə azad etmək itkisiz başa gəlməyəcəkdir. Amma biz Laçının yalnız 5000 kvadrat kilometrə yaxın ərazisini döyüş meydanında müharibə yolu ilə azad etdik. Bir neçə kəndi azad edib, Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plastdarm yaratdıq. Səfiyan, Fərəcan, Suarası, Xanalar istiqamətində irəlilədik. Yəni zaman-zaman, etap-etap gəldik, çıxdıq əsas nöqtəyə. Sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə, onun iradəsi ilə, siyasi iradəsi ilə bu məsələlər 44 gün ərzində həll oldu. Yenə biz sonuna qədər, axıra qədər getmək üçün gəlmişdik bura. Ermənilər Laçını tərk edərkən içərilərindəki yanğını müvəqqəti yaşadıkları evləri yandırmaqla söndürməyə çalışırdılar. Mənfur düşmən Güləbirdi tərk edərkən kəndə gedən yolun üstündəki bu körpünü partlatmışdı. Qısa müddətdə Azərbaycan bu körpünü bərpa etdi. Amma müvəqqəti olaraq kəndə yeni yol çəkiləcək, yeni körpü qurulacaq. Al-Əlvan Laçın Lətifə xanımı Laçın çağlarına qaytarır. 29 illik həsrətdən sonra doğma torpağı görmək onu uşaq tək sevindirir. Bir bənd şeirim var. Söz qoşum qoynunda hər dağa daşa, saralan çiçəyə, solan yarpağa, yatım qucağında, dönüm torpağa, vətənim, beşiyim, anam, ay Laçın. Mən öz vətənimin havasını uddum. Çiçəklərin qoxladım, torpağın öpdüm. Gör nə gözəl güllərim, mənim nə gözəl vətənim var, havasını uddum. Mən bugün çox xoşbəxtəm.
Mən bugün Ali Baş Komandanımıza təşəkkür eləyirəm. Bu sevinci bizə yaşatdı. Ordumuza təşəkkür eləyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin ki, bu sevinci bizə yaşatdı. Biz bugün çox xoşbəxtik. Öz vətənimizə, öz elimizə, öz obamıza gəlmişik. Özümüzü çox xoşbəxt hiss eləyirik. Laçın sakinləri 1-ci Qarabağ müharibəsinin qazisi Qalib Səmədov, Təyyarə Cahangirovu da ömürlərini Laçında davam etdirəcək günləri səbirsizliklə gözləyirlər. İstəyərək ki, ümumiyyətlə burada yaşayaq. Mən hansız da gəlib həm elə baba evimi tikəcəyəm burada yaşamaq üçün, həm də nəvələri, uşaqları çalışacağım ki, bu torpaqlarda, bu elimizdə, bu obamızda burada yaşasınlar. Elimə gəlmişəm, yurduma gəlmişəm. Baxın görün bu gözəlliklər harda var. Ancaq bu gözəlliklər bizim Laçında ola bilər. İnşallah abadlaşandan sonra yerimiz, yurdumuz abadlaşar. Onda tamamilə köçüb gəlib burada öz həyatımızı davam elətdirərik. Dayandığımız bu ərazidə vaxtilə Sarı Aşığın məqbərəsi və bir də abidəsi qoyulmuşdu. Gördüyünüz kimi erməni vandalları abidəni və məqbərəni dağıdıblar. Amma bizimlə Laçına gələn Laçınlı sakini Vüqar İmranov bildirdi ki, vaxtilə onun bir əl işi olub burada qoyduğu və onu axtarıb tapacaq və tapdı da. 1988-ci ildə bizim el aşığımız Sarı Aşığının abidəsinin abadlaşdırılması ilə bağlı sərəncam ki verildi. O vaxtı səhv etmirəmsə heykəltaraş memarın adı Aslan Aslanov idi. Bizim evimiz burada yaşadığı üçün mənim də rəsmə, heykəltaraşlığa xüsusi bir meylim olurdu. O vaxtları mən gəlirdim, hər gün burada öz köməkliyimi edirdim, əlimdən gələn müəyyən bacarığımı göstərdim. O vaxtda Aslan Aslanov mənə məsləhət bildi ki, sən bu daşın üstündə Sarı Aşığın bu kiçik pastamentini nə bacarırsan o cürünə düzəldəsən. Və mən də bunu düzəltdim, o vaxtı qoyduq bu məqbərənin divarlarında və hər gün mənim ürəyimdən keçirdi ki, bir gün qismət olar mən qayıdaram, bu daşı axtarıb taparam. Bunu mən aparıb hər hansı bir muzeyə təqdim edəcəm. Laçında növbətdə dayanacağımız Fətəlipəyə deyilən bir ərazidədir. Gördüyünüz kimi kəndin ərazisi 4 tərəfdən dağlarla əhatə olunur. Vaxtilə buranın əhalisi maldarlıqla məşğul olub. Ən maraqlısı isə odur ki, burada dağların yamacında hər tərəfində bax bu cür sərin çaylar axır. Laçın rayonunda Ermənistan Silahlı Qüvvələrin işğalından əvvəl 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumi təhsil məktəbi, 5 məktəbə qədər, 5 musiqi, 1 internat, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi var idi. İndi yeni çağ yetişib Laçın üçün. Dağlar qoyunu füsununa layiq yenidən qurulacaq. Artıq işlərə başlanılıb. Prezident İlham Əliyevin Laçına səfəri zamanı işə saldığı Güləvir su elektrik stansiyası təxminən 7000 nəfər əhalinin, Qubadlı rayonunun Xanlıq kəndinin, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təminatına hesablanıb. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır. Laçın hələ çox belə ilklərə şahidlik edəcək. Durmuşam burada Laçın rayonunda. Müzəffər ordunun Ali Baş Komandanı kimi bu torpaqları düşməndən azad edən ordunun baş komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Qarabağı biz cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib, bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bu torpaqlardan bundan sonra tərpədə bilməz. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Südabə Cahangirli, Xalid Əliyev, Emin Qaraşlı, Azərbaycan televiziyası, Laçın.